Yeşaya 13-cü fəsil. Allah Babili cəzalandıracaq. Amoz oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq. Çılpaq dağın zirvəsinə bayraq sancın. Döyüşçüləri bərkdən səsləyin. Əl eləyin ki, onlar əsilzadələr üçün ayrılan qapılardan içəri girsin. Mən seçdiklərimə əmr verdim. Qəzəbimi düşmənlərə tökmək üçün cəsur cəngavərləri, ucalığımla öyünən igidləri səslədim. Dağlardakı izdihamın gürültusunu eşidin. Bu, böyük bir xalqın səsinə bənzər. Bir yerə toplanan millətlərin, padşahlıqların nidasını dinləyin. Ordular Rəbbi bir ordunu döyüşə çağırır. Onlar uzaq ölkədən, üfüqlərin o biri tərəfindən gəlir. Ölkəni tamamilə yerlə yeksan eləmək üçün Rəbb və onun qəzəbinin silahı gəlir. Fəryad eləyin, çünki Rəbbin günü yaxınlaşır. O gün külli ixtiyarın elədiyi qırğın kimi gəlir. Buna görə hamının əlləri yanına düşəcək. Hər kəs qorxub ürəyini yiyəcək. Hər bir adamı dəhşət bürüyəcək. Dərd və istirab içində boğulacaq. Doğan qadın kimi ağrı çəkəcək. Çaşqın-çaşqın bir-birinə baxacaq, üzləri qızaracaq. Budur Rəbbin günü gəlir. Amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, yeri səhraya döndərsin. Oradakı günahkarları məhv eləsin. Göydəki ulduzlar və bürclər işıq verməyəcək. Günəş doğarkən tutulacaq. Ay nurunu saçmayacaq. Rəbb deyir, pisliyə görə dünyanı, günahlarına görə pis adamları cəzalandıracağam. Təkəbbürlülərin qürurunu qıracağam. Zalimların məğrurluğunu alçaldacağam. İnsan saf qızıldan da az olacaq. Adam ofir qızılından da nadir halda tapılacaq. Buna görə də mən ordular Rəbbi qızğın qəzəb günündə qeyzlə göyləri titrədəcəyəm. Yer üzü lərzəyə gələcək. Hər kəs qovulan ceyrana, çobansız qoyunlara dönüb, öz xalqının yanına qayıdacaq. Öz vətəninə qaçacaq. Bütün tutulanların bədəni dəli-deşik olacaq. Ələ keçənlərin hamısı qılıncdan keçiriləcək. Onların gözləri önündə körpələri parça-parça ediləcək. Evləri talan ediləcək, arvadlarının namusuna toxunulacaq. Gümüşə qiymət verməyən, qızılı sevməyən Midiyalıları onlara qarşı qaldıracağam. Ox kamanları gəncləri parça-parça eləyəcək. Körpələrə rəhm eləməyəcəklər, uşaqları əsirgəməyəcəklər. Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, padşahlıqların ən gözəli olan, Xaldeylilərin cəlalı və qüruru olan Babili də elə yıxacağam. Orada bir daha heç kim yaşamayacaq. Nəsildən nəslə kimsə məskunlaşmayacaq. Ərəblər çadırlarını qurmayacaq, çobanlar sürülərini orada saxlamayacaq. Ora vəhşi heyvanların yaşadığı yer olacaq. Bayquşlar evlərdə qaynaşacaq. Orada dəvəquşular məskən salacaq, təkələr oynaşacaq, saraylarında görəşənlər çığıracaq, gözəl imarətlərində çaqqallar gəzəcək. Babilin sonu yaxınlaşır, o günlər tez gəlib çatacaq.